Bildiğiniz için bu ayaklanmalar bir kadının, genç kızın öldürülmesinden sonra İran'ın Tehran tekin bölgelerde başlayıp ve daha sonra İran'ın bütün bölgelerine yayılmasıyla başlayıptı ve başta verilen şuar ki Zəncəndəki azadi şuarıydı. Daha sonra farklı bölgelerde öznələşdiriliblər. E, Öznələşdirilib və o bölgənin kültürü və problemləriyle e, şuarlar verilmeye başlanmıştı. E, Bu ister Bəluçistanda olsun, ister Azərbaycanda, ister Əhvazda olsun farklı kadınlar ve o kültürden gelen etnik kadınlar bu şuarı öznələşdiriblər ki, öz problemləri haqqında danışsınlar və Azərbaycanda da biz Zəncəndəki azadi yerinə qadın yaşam özgürlük şuarını çox duyuruq, eşidirik və axır zamanlarda baş verən protestolarda da Azərbaycan qızları, azadlıq ulduzları və bunun yanı sıra da azadlıq, ədalət, milli hökumət kimi şuarlar eşidirik oradakı insanlardan və mən bunu deməliyim ki, bu əslində birinci protesto ya birinci ayaqlanma deyil ki, Azərbaycan qadınları bunun bir parçası olsunlar və ya qatılım göstərsinlər. Daha öncə olan bütün ayaqlanmalarda da qadınlar var idi. Azərbaycan qadınları bunun bir parçasıydı. Bunu tutulanlardan da, ölenlerden de görebilirik. Ancaq bu sayı olarak biraz daha aşağı oldukları üçün səsləri bu qədər çıxmırdı. Düz reprezentə edilmirdilər və buna görə də əslində bəzi güclər tərəfindən yəni xalçanın altına süpürülüb yaddan çıxarılırdı. Ama bu orada olmadıkları veya bu protestoların, bu ayaklanmaların bir parçası olmadıkları anlamına gəlmir. Və bunu eləyərək də əslində Azərbaycanda olan öz problemlərini, yəni bunu qəbul eləməliyik ki, dominant kültürdən Azərbaycan qadınlarının fərqli problemləri, fərqli sorunları var. Hicab məsələsi bütün qadınları etki altına, baskı altına qoysa da, bu fərqli dərəcələrdə yaşanır və fərqli əslində olan problemlərin üstünə də ya bunu daha çoxaldır, ya daha azaldır, hardan və nə tekin bir mühitdən gəldiyinə bağlı olaraq. Bunu bütün məncə akademisyenlərin qəbul elədiyi təkin kəsişimsel feminist baxışı açısıyla baxmalıyıq. Çünki sadəcə qadınlar deyil, Türkiyə, Azərbaycanda yaşayan bütün insanlara və İranda yaşayan bütün insanlar üçün məsələmin hicab problemində danışanda düzdür ki, bu hicab problemi İrandakı bütün qadınları etki altında qoyur. Ancaq bunun olmaz. Bu hicab problemi birincisi məncə çox yuxarıda qalan, yəni superficial olan bir problem olur. Ancaq Tehranda və ya Təbrizdə hicab problemi aynı hicab problemi deyil. Bunu göz altında almayıq. Bu polis tərəfindən də, qanun tərəfindən də və ya Gəşti Ərşad tərəfindən sənin qaldığın məruz da sənin əslində etnik olaraq hardan gəldiyini və ya sınıf olaraq pullu olub olmadığını, finansal olaraq sən bu sistemin içindən çıxıb ya çıxa bilmədiyinə də bağlıdır. Əgər ki Tehranda yaşayan bir qadın hicabı düz deyilsə, onu pul verərək məsələmin o polisdən qaçına bilər ya o cəzadan qaçına bilər. Amma bu aynı dərəcədə Təbrizdə və ya Bəluçistanda və ya nə bilim Urmiyədə aynı dərəcədə deyil. Sənin problemin Tehranda hicabın olsa, Azərbaycandakı qadınların bəlkə eğitim problemləri var. Bəlkə az yaşlı qızların evlənməsi ilə bağlı problemlərin var. Ona görə də hicab əslində daha üst səviyyədə olan və dominant kültürdən gələn qadınların problemləri olur. İndi bu sualın ikinci
porsiyonu ki soruşur sizə Türk qadınları hansı baskı sistemlərinə məruz qalıblar? İndi Türk qadınları sadəcə hicab və ya qadına olan baskı ilə məruz qalmayıblar. Bunlar dillərinə, kültürlərinə görə məruz qalıblar. Gəldikləri səviyyə, finansal gəldikləri sınıfdan dolayı məruz qalıblar. Məsələmin əgər mədrəsəyə ya məktəbə gedirlərsə, məktəbdə əgər o dili rahatlıqca danışamırlarsa, çünki ana dilləri farsça olmadığı üçün türkcə və ya ərəbcə və ya kürdcə farklı bir dil olduğu üçün çoxlu boyutlarda əslində problemlərə məruz qalıblar. Türk qadınları bu baskıları necə harda qarşı gəlməyibdi. Bunu əslində Türk qadınları ən başdan bu mübarizənin içindədirlər. Dediyim təkin sadəcə o reprezentasyon yoxdur orada. Onların səsləri eşiyə çıxmır, amma onlar başdan da bağırırlar və savaşırlar ki, biz də buradayıq və bizim də budur bir savaşımız vardı. Bunlar protestolara qatılıblar, istəsələr gediblər dövlətlə bir əlaqə qurub öz haqlarını deməyə çalışıblar. Eşikdə olan fərqli təşkilatlarla əlaqə qurmaya çalışıb və orada öz səslərini, öz problemlərini deməyə çalışıblar. Və bunun içində öz aralarında da əslində bunlar məncə təşkilatlama olubdu Azərbaycan içərisində. Bunlar bəlkə politiki və ya siyasi təşkilatlama olmasa da bunları kitap qrupları, dağçı qadınları arasında və ya fərqli etnik fərqli aktivitelərlə özlərini göstərməyə və bir arada olduqlarını göstərməyə çalışıblar. Sadəcə dediyim təkin bəlkə bu siyasi olmadığı üçün və ya onların səsləri eşiyə çatmadığı üçün bir pasivlik damğası əslində vurulubdu Azərbaycan qadınlarına. Birinci olaraq mən bunu demək istəyirəm ki, bu əslində biraz daha çox kişisəlləşdirilmiş bir sualdır və bu akademik bir boyutda, əgər biz obyektiv olaraq baxırsaq, bu məncə mühüm olmamalıdır ki, mən əgər bir türkən olaraq bu problemləri, sorunları yaşamışam ya yaşamamışam anlamı bu problemlərin olub-olmadığı anlamına gəlmir. Yəni çox real bir data var əlimizdə ki, qadınların yaşadığı sorunlardan başlanır. Mənim məktəbə getməyə malik olmuşam deyə məktəbə getməyən qadınlar anlamına gəlmir və buna görə də bu sayacağım kişisel yaşadığım sorunlar bu anlama gelmir ki bütün kadınlar bunu yaşayıp ya bunu yaşamayıplar. Ama birinci olarak yani bir Azerbaycan kadını, bir Azerbaycan kızı bütün kızlara elədiyimiz təkin kiçik yaşdan yani ben doğduğumdan zaman mənə evlilik danışığı olubdu ki sən bu zaman evlənməlisən, bir belə uşağın olmalıdır, amma aynı dərəcədə mənə deyilmir ki, sən mədrəsəyə getməlisən, oxumalısan, işin olmalıdır, ya dünyaya gələndən mənə deyərdilər ki, filan kəs mənim gəlinim olacaqdı, filan kəs mənim gəlinim olacaqdı. Burada əslində məni insanlıqdan düşürülüb, sadəcə ana olaraq və ya mən əgər onların oğullarına yaxşı bir xidmət edən arvad olacağam-mı, olmayacağam-mı? Bu oradan başlasaq ta bu bütün qızlara elənən bir şeydir və yəni bunu fiziksel və sözlü şiddətə qədər apara bilərik. Ya məsələmin qızlara icazə verilməməsi ki, istədiyi libasları, bu Azərbaycan içində yox, Azərbaycanın eşiyində, hətta Azərbaycan içində, ev içində bilə biz baxdığımız zaman, yəni atasının, qardaşının, əmisinin qabağında bilə qızları deyirik. Sən bunu giyənməsən, bunu eləyənməsən, o zamandan başladırıq. Və bir feminist, aktivist ya bir fəal olaraq da aynı problemli fərqli boyutlarda biz mənə olan şeyləri də deyə bilərik. Məsələn, bir çoxu mənə Türkən qızım deyir. Yox, mən sənin qızın deyirəm. Əgər məni doğrudan sevirsənsə, sən mənə dəyərini öyle verməməlisən. Çünki o zaman mənim dediyim də, mənim ağzımdan çıxan sualları ya ideolojiləri də sən o şeyə indirirsən ki, mən filan kəsin qızı olduğum üçün ya filan kəsi ilə barabar olduğum üçün ya mənim dediyim ideolojiləri, məsələn demir ki, filan kəs gedib bir bələn oxuyubdur ya bu
bu mədrəki alıbdı və onun sonucunda deyir, yox filan kəsdən öyrəşibdi, onunla oturur, bununla qalxır, təkin bir çox şeylərə bir çox danışıqlara məruz qalmışam və bunun dışında da mən bir söz deyəndə mən çox məntiq olma yanındayam ki, biz hər şeyə məsələmin indi Azərbaycan olan problemlər də məntiqi olaraq yanlış olduğu üçün biz bunun qarşısındayıq. Yəni biz özümüz Azərbaycanlı olduğumuz üçün yox. Bu bir Fransızın da, bir Çinlinin də, bir Japonun da başına gəlsə, bu obyektiv olaraq yanlış olduğu üçün biz bunun bu zülmün qarşısındayıq. Və aynı şəkildə mənim dediklərim yəni duygusal deyil. Yəni bu duygusallıqdan gələn bir şey də deyil. Amma sadəcə bir qız olduğum üçün və sadəcə qadın olduğum üçün bunun hamısı duygusallığa hithaf edilir ki, sən duygusal olduğun üçün bu sözləri deyirsən. Bunun dalına belə, bu sözün dalına ya axırına belə, təməlinə belə gedilmir ki, bu söz bəlkə hardan gəlir, bəlkə hansı akademiyadan gəlir, hansı baxış açısından gəlir. Və mən axır olaraq bunu da deməliyəm ki, mən çox malikli bir insanım üçün Azərbaycanda böyüməmişəm və böyümədiyim üçün bir çox baskıya da əslində məruz qalmamışam. Mənim yaşadığım sorunlar çox yuxarı səviyyədə olur. O problemin dərininə gedilmir. Problemin dərinliyi məsələn 12-13 yaşında evlənən qızlarımız var. Bu özü çox böyük bir problemdir. Ya məsələmin gedib oxuyub oxusa belə sonra iş tapamayan qızlarımız var. Sadəcə niyə bu cür geyindiyi üçün ya bu cür geyinmədiyi üçün. Çox qadınların dalında bir şeylər denildiyi zaman bu çox şəxsi olur həmişə. Məsələn, bir nəfər mənim dediyim bir şeyə qarşıysa, bunu gəlib demir, mən 1, 2, 3-ə görə qarşıyam. Bu deyir, filan kəs filan işi görür. Yəni çox pis söyüşlər deyil və bu hamısı şəxsi olur. Məsələn, Türkənə qarşı olur. Türkənin dediyi şeylərə qarşı olmur. Və bu problemlərin hamısı da əslində indiki Azərbaycan opozisyonun içində də olur. Yəni orada qutulan bir şey də deyil. Çünki biz o bizə yaradılan kültür və məntiq və baskını da özümüzlə eşiyə çıxsaq belə gətirmişik və onunla hələ davam edirik.